Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə balaca bir mətn oxuyacağıq və bunu tərcümə edəcəyik. Əlbəttə ki, bu mətni mən hardan oxuyuram, bunu sizə ilk olaraq deyim. Deməli, bu mətn Ağmarti Aori, Ağmarti Aori, A2 kitabının Cigni olanından əlbəttə ki, çünki bilirik ki, o həm Cigni, həm də özünün Rubeoli dəftəri var. Cignidən səhifə 60. Anu Kverdi Samoci bu səhifədə olan 4-cü və 5-ci çalışmaları həll edəcəyik. Biz 4-cüdə tekstdir, yəni mətndir. Gəlin həmən o mətni oxuyaq və tərcümə edək. Mətnimizin adı belədir. Vano da Niko da Sicili. Vano da Niko da Sicili. Vano və Niko və Sicili isə gülmək deməkdir. Gəlin oxuyaq. Ertxel Niko icda da içinoda. Bir dəfə Ertxel Niko oturmuşdu və gülürdü. İçinoda Niko da içinoda. Gülürdü Niko və gülürdü. İçinoda Niko uzmoze. Gülürdü Niko ac qarına uzmoze. İçinoda Niko şuadğeze. İçinoda yəni gülürdü Niko günorta. Sağamosac içinoda Niko. Axşam da gülürdü Niko. Ğamitxom sul qvdeboda Sicilit. Gecə isə tam ölürdü gülməkdən. Qvdeboda ölürdü deməkdir. Sicilit yəni gülməkdən ölürdü. Vano uçkerda da uqvirda. Vano baxırdı və təəccüblənirdi. Uqvirda təəccüblənirdi. Niko içinoda. Niko gülürdü. Vano uçkerda da ağar uqvirda. Vano baxırdı və artıq təəccüblənmirdi. Ağar uqvirda. Niko maint içinoda. Niko yenə də gülürdü. Vanom irgvliv mimoyixeda da qayipikra. Vano ətrafına baxdı, irgvliv ətrafına da qayipikra və düşündü. Raatsinebs Nikos. Nə güldürür Nikonu? Yəni nəyə gülür Niko? Raatsinebs. Niko, esaris magida. Niko, bu masadır. Magida masa deməkdir. Niko içinoda. Niko gülürdü. Vanos qauxarda rom Nikos magida atsinebda da magida qaret qayıdana. Vanos qauxarda yəni Vanos sevindi ki, rom ki, Nikonu masa güldürürdü. Yəni masaya gülürdü. Magida atsinebda da magida qaret qayıdana və masanı çölə çıxartdı, bayıra çıxartdı. Qayıdana çıxartdı. Niko maint içinoda. Niko yenə də gülürdü. Niko es aris qarada. Niko bu şkafdır. Qarada şkaf deməkdir. Niko içinoda. Niko gülürdü. Vanos qauxarda rom Nikos qarada atsinebda da qarada qaret qayıdana. Vanos sevindi ki, Nikonu şkaf güldürürdü və şkafı çölə çıxartdı. Niko maint içinoda. Niko yenə də gülürdü. Niko es aris satsoli. Niko bu yataqdır. Satsoli yataq deməkdir. Niko içinoda. Niko gülürdü. Vanos qauxarda rom Nikos satsoli atsinebda da satsoli qaret qayıdana. Vanos sevindi ki, Nikonu yataq güldürürdü və yatağı çölə çıxartdı, bayıra çıxartdı. Niko maint içinoda. Niko yenə də gülürdü. Niko es aris tsariyeli otaxi. Niko bu boş otaqdır. Tsariyeli boş deməkdir. Da Vanom Nikos tsariyeli otaxi açvena və Vano Nikoya boş otağı göstərdi, açvena göstərdi. Niko içinoda. Niko gülürdü. Vanom tsariyeli otaxi qaret qayıdana. Vano boş otağı çölə çıxartdı. Niko qinağam moqda Sicilit. Niko az qala öldü gülməkdən. Qinağam az qala deməkdir. Qabrazda Vano hirsləndi Vano. Qavarda qaret çölə çıxdı, yəni sürətlə çıxdı, çölə qaçdı. Muxlebzə daetsa da tkva.
Diz çöktü, yəni dizlərinin üzərinə çöktü. Muxlebzə dayıça da tkva və dedi. Niko, es aris mze, es çirdilebiya. Niko, bu günəşdir. Bu kölgələrdir. Çirdili kölgə, çirdilebi kölgələr. Nikos umdoda qayetsina. Niko gülmək istəyirdi. Niko, es aris sağamo, es qrublebiya. Niko, bu axşamdır. Bu bulutlardır. Nikos umdoda qayetsina. Niko gülmək istəyirdi. Niko, es aris tsa, es varskvlavebiya. Niko, bu səmadır. Yəni göyün üzüdür, göy üzüdür. Bunlar ulduzlardır. Es varskvlavebiya. Bu ulduzlardır. Nikos umdoda qayetsina. Niko istəyirdi gülmək. Niko, es aris dardi, es tremlebiya. Niko, bu dərddir. Bunlar göz yaşlarıdır. Tremlebi göz yaşları deməkdir. Nikos umdoda qayetsina. Niko istəyirdi gülmək. Es aris sitsotsxle, xolo es bedniyereba. Niko, bu həyatdır. Sitsotsxle həyat. Bu isə bedniyereba, xoşbəxtlikdir, Niko. Nikos umdoda qayetsina. Niko istəyirdi gülsün, gülmək, მაგრამ mწared ატირდა. Amma acı, yəni acıqlı ağladı. ატირდა, ağladı. İm დღის შემდეგ Niko xan იცინოდა და xan ტიროდა. O gündən sonra Niko gah ağlayırdı, gah gülürdü, იცინოდა, gah ağlayırdı. Yazarın adını da görürsünüz şəkildə Erlon Axvlediyani. Bu dostlar çox böyükdür əslində. Siz bunu internetdə axtarıb orada da oxuya bilərsiniz. Vano da Niko yazsanız orada da qarşınıza çıxacaq və bunun tam versiyasını oxuya bilərsiniz. Bu oradan götürülmüş qısa bir hissədir. Vano da Niko da Sicili, amma bundan başqa əlbəttə ki orada görəcəksiniz çox uzundur. Bu mətn və bunu tam yəni versiyada oxuya bilərsiniz. İndi isə gəlin baxın bu mətnə aid aşağıda tapşırığımız var. Deməli burada nə olur? Cümlələr verilib, oxuyuruq. Əgər storydirsə, düzdürsə işarətləyirik, arastoridirsə x qoyuruq. Yəni x ilə işarətləyirik ki, bu arastoridir. Məsələn, birinci cümləmizdə deyir: Ertxel Niko icda da didxans tiroda. Bir dəfə Niko oturmuşdu və uzun-uzun ağlayırdı. Bu arastori, səhvdir, yoxmu? Çünki içinoda gülürdü, ağlamırdı. 2-də deyir, Vanom magida otaqşı şeytana. Vano masanı otağa içəri apardı, yəni otağın içinə apardı. Bu da arastori, yəni səhvdir, çünki qaret qayıtana, çölə çıxartdı əslində masanı. 3-də deyir, Vanom qarada, qaret qayıtana, Vano şkafı çölə çıxartdı. Bəli, bu story, yəni düzdür. 4-də deyir, Vanom Nikos savse otağı açvena. Vano Nikoya dolu otağı göstərdi. Savse dolu deməkdir, amma bu arastori, yəni səhvdir, çünki o çariyeli otağı açvena, yəni boş otaq göstərdi. 5. Qabrazda Vano, yəni hirsləndi Vano. Qavarda qaret, yəni çölə çıxdı, çölə qaçdı. Muxlebzə dayıca dizlərinin üstünə düşdü, yəni diz çöktü. Bu story düzdür. 6. İqo ça da çazə iqo varskolavi, var idi səma və səmada ulduzlar. Bu da düzdür, çünki orada Nikoya göstərəndə nə deyir? Es aris ça, es varskolavi, bu səmadır, bunlar ulduzlardır. 7. İmdğis şəmdəq Niko qoveltvis içinoda. İmdğis şəmdəq o gündən sonra Niko qoveltvis hər zaman içinoda gülürdü. Bu da arastori səhvdir, çünki xan içinoda, xan tiroda. Gah gülürdü, gah ağlayırdı olur. Bu isə bizim 5-ci tapşırığımızdır. Həmən 60-cı səhifədə, yəni Qverdi Samoçi. Deməli dostlar, biz bugün sizlərlə kiçik bir mətn oxuduq, amma bu mətni oxumaqla mənim məqsədim bu mətndə olan sözləri tərcümə etmək idi. Burada verilən feilləri və sözləri sizlər üçün tərcümə edib sizlərə çatdırmaq idi və mətnə aid də bir tapşırıq həll etdik. Ümid edirəm ki, bugünkü video hər biriniz üçün faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərsdə görüşənədək sağ olun, salamat qalın. Qarqad.